Salam, hər vaxtınız xeyir olsun dəyərli yoldaşlar. Saat qurşaqlarına əlaqədar məmnun işə qəbulunda 2024-cü il sualını izah edəcəm. 110 qərb uzunluğu 12-ci və 13-cü saat qurşaqlarının sərhəd meridianı olarsa, Xankəndi şəhərinin yerləşik saat qurşağının orta meridianı tapmaq tələb edilmişdir. İlk öncə biz qərb uzunluğu olduğuna görə Greenwichə nəzərən 110 qərb neçənci meridian olduğunu təyin etməlisiniz. Bunun üçün də 360-dan ilk öncə 110-u çıxarsınız. Bu da eləyər 250. Davamına diqqət edirik. Daha sonra bu 250 dərəcəni siz 12-ci və 13-cü saat qurşağının sərhəddə olduğuna görə onların arasında sərhəd 12-15-ə böləcəksiniz ki, görək 1 saata yer kürəsi verilən şəraitə görə neçə dərəcə dönür. 250-ni 12-15-ə böləndə 20 dərəcə döndüyünü təyin edərsiniz. Beləliklə 1 saata 20 dərəcəlik qərbdən şərqə yer hərəkət edir. Daha sonra Xankəndi şəhərini xatırlayaq. Bilirsiniz ki, Xankəndinin coğrafi uzunluğu təqribən 45-50 aralığındadır. Bunu da ucqar qərb nöqtəmiz Şərur şəhərinə uyğun gəlir. 45 şərq uzunluğundadır. Ucqar şərq nöqtəmiz Bakı şəhəri isə 50 şərq uzunluğundadır. Xankəndi isə bunların arasında olacaq. 45-50 arasında təxminən elə 47 dedik, qeyd edək. 46 yazsaz da doğru cavabı ala bilərdiniz. Davam edək. Həmin bu Xankəndi şəhərin coğrafi uzunluğunu biz müvafiq olaraq 1 saata neçə dərəcə dönürsə ona bölməliyik. Daha əvvəl 15-ə bölürdünüz, indi isə 20 dərəcə döndüyünə görə 20-yə bölürsünüz. 47-ni bölürük 20-yə. Burada 2, 40 eləyəcək, qalığımız 7. Əvvəl 15-ə böldüyümüzə görə onun yarısı 7-5-ə nəzərə müqayisə edirdik qalığı. İndi 20-yə böldüyümüzə görə 20-nin yarısı da 10'dur və qalığımız 10'dan kiçik olduğuna görə cavab elə 2 qalır. Beləliklə Xankəndi 47 şərq uzunluğunda olan bizim bu şəhərimiz 2-ci saat qurşağında yerləşəcək şərtə görə. Sualda isə 2-ci saat qurşağının orta meridianı istəyəcək. Saat qurşaqları 20 dərəcədən bir çəkildiyinə görə elə 2-ni 20-yə vurmaqla 40 şərq uzunluğu D variantı ala bilərsiniz. Və yaxud da ki, daha qısa yol kimi də, misal üçün 47 dərəcəlik coğrafi uzunluq, şərq uzunluğu. Bizim saat qurşaqları 20 dərəcədən bir çəkildiyinə görə 20-yə bölünən hansı ədədlərin arasındadır? 40 və 60. Bunlardan hansına daha yaxındır? Əlbəttə ki 40-a. Və onun tabi olduğu saat qurşağının orta meridianı elə 40 şərq uzunluğu olacaq. İndi isə siz tapşırıq 1 və tapşırıq 2-ni buna əsasən təyin edəcəksiniz. Onu da qeyd edim ki, birinci addımda 360-dan çıxmanı yalnız qərb uzunluqları üçün istifadə edəcəksiniz. Şərq uzunluqlarında isə birbaşa elə verilən saat qurşaqlarının arasına bölmək kifayət edir. Yəni burada tapşırıq 2-də 88-i siz 5 ilə 6-nın arası olan 5-5-ə böləcəksiniz. Davamını isə özünüz işləyib rəydə qeyd edərsiniz.